Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Abil Kasım'il Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve alihi teyyibine tahirin vel muntecebine vel ma'sumin. Siyyema bagiyetillah fil arazin. Ve la'netullah a'daihim ecma'in minel an ila qiyavmi yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahu Teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu ittagullah ve kunu ma'as sadıkin. Sadakallahul aliyyul azim. Mevzumuz sahabeler hakkındadır. Həqiqətən qısa da olsa onların həyatını bilmək bizim həyatımızda belə deyək təsir qoya bilər. Bu böyük şəxsiyyətlərin çətin vaxtlarında, əziyyətli günlərdə Peyğəmbərə dəstək oldular, Peyğəmbərin yanında durdular. İslamın qurulması üçün ailələrindən uzaq düşdülər. Canlarını İslama xatir, hələ deyək, xətərə atdılar, ortaya qoydular. Bu sahabələrin həyatına baxıb müəyyən dərslər, müəyyən ibrətlər götürə bilərik. Bugün də danışacağım sahabə Həmzə haqqındadır. Peyğəmbərin əmisi Həmzə İbni Əbdülmuttalib. Həmzə İbni Əbdülmuttalib. Ona deyərdilər Allahın aslanı. Yaxud da Peyğəmbərin, Rasulullahın aslanı deyərdilər. Və ləqəb də vermişdilər. Seyyid-i Şühəda. Seyyidlərin ağası. Qureyşin böyüklərindən sayılır. İslam dəvətinin deyirlər ən böyük dəstəkçilərindən idi. İstər müsəlman olmamışdan qabaq dəstək verirdi. Müsəlman olandan sonra da bütün gücü ilə, bütün varlığını Həmzə qoydu ortaya. İslam üçün. Və Peyğəmbərin ən güclü müdafiəçisi Həmzə idi. Həmzə bir gün ovdan qaydanda eşidir ki, qardaşı oğlu Rəsul-i Əkrəmi təhqir eləyiblər. Kim təhqir eləyib? Əmr İbni Hişam. Əmr İbni Hişam. Əbu Cəhəl kimi tanınan cəhalət atası. Bu ləqəbi veriblər ona, cəhalət atası. Həmzə deyib, birbaşa gedir bunun üstünə. Birbaşa gedir bunun üstünə, gəlir, çatır. Çatandan sonra da ki, Həmzə bunu bir dənə vurur. Vurur, deyir ki, sən hansı cəsarətlə Peyğəmbəri təhqir eləmişsən? Cəsarət hardan tapmısan? Bu sözləri deyəndən sonra deyir ki, əgər cəsarətin varsa, qalx mən vurduğumun əvəzini ver. Qalx vur. Və insanlar belədir. Gücü görəndə qabağında susurlar. Gücü görəndə qabağında susurlar. O gündən deyir Həmzə, İslamın qoruyucusu kimi tanındı. Və belə bir şəxsiyyət. Həmzə İslamın ilk hərbi dillər komandanı idi. İlk hərbi komandanı. Bədir döyüşündə müsəlmanlara başçılıq edirdi. Orduya rəhbərlik edirdi. Bu döyüşdə də Şeybə İbni Rəbinəni öldürmüşdü. Yəni qoşuna başçılıq edir, rəhbərlik edir. Bəli, Əbu Süfyan həyat yoldaşı, Muaviyyənin anası Hindi göstəriş verir ki, öldürün, Həmzəni öldürün. Bu lənətlənmiş soy cinayətləri bitmir. Cinayətlərdən biri də budur. Adı da birisi də Hindidir, Hindi, Muaviyyənin anası. Bir
Qul tapırlar, vəhşi adında ona vədlər verirlər, azad eləyəcəyik, sənə filan qızılı verəcəyik, belə eləyəcəyik, belə eləyəcəyik. Bəs Həmzəni öldürür. Ühüd döyüşündə bu vəhşi Həmzəni nizə ilə öldürür. Bəzi rəvayətlərdə gəlir ki, Hind Həmzəyə o qədər kini vardı ki, Həmzəyə gəldi, çatdı Həmzənin yanına, Həmzənin ciyərini çıxartdı. Ciyər yiyənin, ona görə deyirlər Müaviyə, ciyər yiyənin oğlu. Ciyər yiyənin oğlu. Gəldi, çıxartdı Həmzənin cəsədini yaraladı, ciyərini çıxardıb yeyir. Ciyərini yedi. Peyğəmbər çox təsirlənmişdi Həmzənin belə deyək, ölümündən, bu vəziyyətə salınmasından. Ki, bədənində bəzi hissələri kesilmişdi Həmzənin. O kindən, kudurətdən bəzi əzalarını kəsmişdilər. Peyğəmbər çox təsirlənmişdi. Həmzənin baxdı cənazəsinə, Peyğəmbər ağlayırdı. Gördülər Peyğəmbər dedi ki, bu sözü dedi, Ənsarın öz ölənlərini ağladığını eşidəndə Peyğəmbər dedi ki, bəs Həmzənin ağlayanı yoxdur. Deyir, neynədi? Səd ibn Muaz vardı. Bu sözü eşidəndə qadınları gətirdi Rəsulullahın. Qapısına gətirdi, başladı dedi, ağlayın, Həmzəyə ağlayın. Onlar dedi, Həmzəyə deyir, ağladılar. O vaxtdan deyir, Ənsardan belə bir vəziyyət yaranmışdır. O vaxtdan Ənsardan hər hansı bir qadın, belə deyək də, bir ölüyə ağlamaq istəyəndə əvvəl ilə Həmzəyə ağlayırdı. Peyğəmbər çox deyib, ağlayanda Həmzəyə ağlayın. Zeynəb vardı, Əbu Sələmənin qızı deyir, Həmzə üçün 3 gün matəm paltarı giydi. 3 gün matəm saxladı. Matəm paltarı giydi. Bəzi qəlbi daş olanlar eşitsinlər bu sözləri. Bəzi cərəyanlar ağlamağı, şirk hesab eləyir. Ağlamağı İslamdan bilmir. Ay daş qəlbli məxluq. Ağlamaq fitri olan bir şeydir. Allah bunu fitri verib insana. Bu insanın məhəbbətindən qaynaqlanır, atifəsindən qaynaqlanır. Ana evladına o qədər məhəbbəti var ki, ananın görürsən ki, bir an ayrı düşəndə başlayır ağlamağa. Oğlu xidmətdən gəlir, əskərlikdən gəlir, neçə vaxt öz evladını görmür. Görən kimi başlayır ağlamağa. Bir nəfər deyir ki, bu ağlamayın deyən daş qəbli insanlardan biri deyir ki, İmam Hüseynin behiştə gedir də, niyə ağlayırsınız? İmam Hüseyin demişsiniz, cənnətə gedir, bəli. Bəs niyə ağlayırsınız? Sevinin ki, cənnətə gedir. İmam Hüseyinə niyə ağlayırsınız? Sevinin ki, cənnətə gedir. Bu adam hələ başa düşməyib ki, sevincin ən uca nöqtəsi ağlamaqdır. Bu adam bunu başa düşməyib. Ən uca nöqtəsi sevincin nədir? Ağlamaqdır. Dünyada baxın, bütün o qələbə qazanan insanlar, fərqi yoxdur, hansısa bir oyun olsun, hansısa bir verilişdə birinci yeri tutsun, ya və yaxud da məktəbdə böyük bal yığsın, sevincindən görürsən ki, həmən insan başlayır ağlamağa. Bir qrup insan, futbolçular, dünya futbolunda, finalında görürsən, birinci yer tutanda başlayır hamısını eləməyə. Futbolçular bir-birini qucaqlayıb ağlayır.
Güləşçi olsun, birinci yer tutanda başlayır nə eləməyə? Ağlamağa. Bu nədir? Bu odur ki, insan sevincin ən pik nöqtəsi belə ağlamaqdır. Sevincin ən pik nöqtəsi nədir? Ağlamaqdır. İnsanlar o sevincindən ağlayırlar, gülmürlər. Hansı insan görmüsən? Ana evladını qarşılasın, əskərlikdən gələndə qarşılasın, gülsün. Görmüsün belə bir şey? Heç yanda görsənməyir. Balasını qucağına basanda o sevincindən ki, balam evinə qayıdıb, sağ-salamat, evinə qayıdıb, sevincindən başlayır ağlamaq. Bu fitri bir şeydir. Allah bu neyməti bizə verib. Fitri olan şeydir. Sən Allahın verdiyi neyməti insanların əlindən almaq istəyirsən. Halbuki fitri olan bir şey. Sən bunu buradan qoparmaq istəyirsən. Yox, bu buranın, qəlbin malıdır. Bu buradan çıxan bir şey deyil. Bəzi insanlar görürsən ağlamaqla aram olur. Hətta deyirlər ki, qoy ağlasın, işimiz olmasın, qoy ağlasın, biraz aramlaşsın, rahat olsun. Sən insanları nəyə dəvət edirsən? Aram olmamağa dəvət edirsən. Daş deyil ki, bu insan. İnsan daş deyil. Əlbəttə, insan bir şey reaksiya verməlidir. Qəlbi var, təsirlənir. Bəziləri ola bilər, indi kimi insanlar qəlbləri təsirlənməsin. O təsiri öldürsün, üstünü örtsün, bağlasın. Ola bilər, açansa o üstündən bir şey gedər, qəlb açılar, onda işim yoxdur. Amma bəzən görürsən ki, qəlb o qədər daşdaşır. Quran-ı Kərimdə ayə var, deyir, qəlbi daş kimidir. Hətta deyir, daşdan da möhkəmdir. Ayədir Quran-ı Kərimdə. Ondan sonra buyurur ki, bəzi daşlar var, içindən su çıxır, amma bəzi qəlblər var ki, təsirlənmir. Bəzi qəlblər var, təsirlənmir. Bəli, bəzi insanlar belədir. Qəlb təsirlənməyəndə belə qətillər törədir. Belə eləyir insanı, yarır. İndi öldürmüşsə, yarıb cigərini çıxardıb yemək nə deməkdir? İnsanlıq dəyərlərinin üstünə xətt çəksinlər. İnsanlıq dəyərlərinin üstünə xətt çəksinlər. Bunlar belə məxluqdurlar. Siz Allah şəhidə necə ağlamayaq? Necə ağlamayaq biz şəhidə? Şəhid hamımızın dəyərlisidir. Hamımızın dəyərlisidir. O canın verib ki, biz asayişdə yaşayaq. Aram yaşayaq. 10 manat pulumuzdan keçə bilmirik. O kişi canından keçib, bütün vücudundan keçib. Ömrün qoyub ortaya. Bütün cavanlığın, varlığın, arzuların, istəklərin, hamısını qoyub kənara. Bizim uğrumuzda insan bütün dəyərlər uğrunda. Ona görə də şəhid ən dəyərli insandır. Şəhidlik ən ali məqamdır. Niyə? Çünki ali məqamların uğrunda şəhid olub. Dəyərlərin üstündə şəhid olub. Ona görə də şəhidin qiyməti yoxdur ki, o ən uca mərtəbədədir. Ən uca mərtəbədədir. Bəli, elə bir əqidədədirlər ki, bu insanlar öz, belə deyək də, fitrətlərinin əksini işləyirlər. Fitrətlərinin əksini işləyirlər. Qəlb xəstə olanda belə olur. Qəlb xəstəliyə tutuldu, o kindən, küdurətdən, o günahdan, imama düşmənçilikdən, şəhidliyə düşmənçilikdən, İmam Hüseyin əleyhissalama düşmənçilikdən, dəyərlərə düşmənçilikdən. Buna düşmən olanda qəlb xəstələnməyə başlayır. Qəlb xəstə oldu, belə eləyir. Allahın, belə deyək, təyin etdiyi imama qarşı çıxır. Təyin etdiyi, o qoyduğu fitrətə qarşı çıxır. Belə olur. Fitrətin əksinə başlayır getməyə. Fi qulubihim mərazun, fəzadahumullah mərazun.
Belə qəlbimiz xəstədir. Allah da artırar qəlbimizin xəstəliyi. Qəlb atifələrin belə deyirlər ki, yeridir, məkanı oradır. Orada nə var? Rəhmət var, şəfqət var, məhəbbət var, aramlıq var. Huvəl-ləzi ənzələs-səkinə fi qulubil mu'minin. Və Allah o kəsdir ki, möminlərin qəlbinə səkinə gətirdi, bir aramlıq nazil etdi. Aramlıq nazil etdi. Aldığımız dərs nədir? Həmzə Seyyid-i Şühəda, Həmzədən aldığımız dərs budur ki, haqqın yanında dayanmaq. Haqqın yanında dayandı. Peyğəmbərin yanında dayandı. Haqqın yanında dayanmaq cəsarət və şücaət tələb edir. Adam var, haqqı görür, dinmir, danışmır. Haqq bilir, haqq budur, gəlib yanında dayanmır. Niyə? Cəsarəti yoxdur, şücaəti yoxdur. Həmzə nə dedi? Haqqı tanıyandan sonra tərəddüd etmədən haqqın yanında dayandı. Haqq yolunda atılan bir addım min qorxunu susturar. Min qorxunu susturar. Addım atmaq lazımdır. İkinci, nə dərs alırıq? Qohumluq yox. Prinsip önəmlidir. Öz qəbiləsinin böyüklərinə qarşı çıxdı Həmzə. Haqqı seçdi. İnsan üçün ən əsas ölçü qan bağlığı deyil. Həqiqət və ədalətdir. Ola bilər, bir qohumun sənə ədalətsizlik eləsin. Qohumumdur deyənə gedim onun tərəfində durum yox. İslam bunu belə deyək, bunun üçün gəlməyib ki, İslam elə bunun üçün gəlib ki, insan gəlsin, həqiqətin yanında dursun, ədalət bərpa olsun. Bu təəssüb keçdiyi qoyun qırağa, qoyun kənara. Digər dərs, güc, ədalət üçün istifadə olunmalıdır. Həmzənin gücü var idi, hansı yolda istifadə etdi? Ədalət yolunda. Olmalıdır. Həmzə güclü idi, amma gücünü zülm üçün deyil. Bəziləri güclü deyənə gücünü zülm üçün istifadə edir. Amma güc buna görə deyil, Allah buna görə verməyib insana gücü. Güc budur ki, məzlumun müdafiəsinə dayansın, istifadə etsin. Bu əsl igidlik neydi? Göstəricisidir. Bu əsl igidlik göstəricisidir. Əsl igidlik qəzəblə deyil, haqqın yanında dimdik durmaqdır. Möhkəm dayanmaqdır. Digər dərs, şəhidlik zirvədir, məqamdır. Həmzənin ölümü zahirdə faciə idi. Zahirdə faciə idi. Amma mənəvi baxımdan ucalıq idi. Ucalıq idi. Şəhidlik canını dəyərlər uğrunda fəda etdiyinə görə, ona görə ali məqamdadır, uca məqamdadır. Həsrət çəkəcək qiyamətin günü insanlar şəhidlərə. Deyirlər ki, bütün insanların hamısına qiyamətin günü deyərlər ki, dala qayıdırsan. Deyərlər ki, yox. Gedin, qayıdın da, təzədən ölün, gəlin bu dünyaya. Kim istəyər belə olsun? Hamısı deyər, heç kəs istəmirik. Çünki çətindir. O can vermə anı ki var, elə ən çətin, onlar da onu görüblər. Ən çətin can vermə halıdır, onu görüblər deyənə, yəni zarafat bir şey deyil həqiqətən. Hamı qorxub deyən, ona görə deyik, qayıdıb yox, qayıtmarıq. Amma şəhidlər deyər, biz istəyirik qayıdaq. Elə niyə? Biz təzədən şəhid olmaq istəyirik ona görə. Şəhid can verəndə başqadır. Şəhid can verəndə deyirlər, o qədər gözəl bir halət var ki onda. Ona görə deyirlər ki, biz qayıtmaq istəyirik. Ona görə şəhid can verəndə başqa cürdür. O elə bir səfadır, o elə bir gözəllikdir ki, hələ insan o duymayıb. Bir şəhid can verəndə onlar duyur. Ona görə deyir, qayıdın bir də görüm onu. Səfadır ona görə. Şəhidlik məqamdır, bəli. İnsan ölür, amma xarakter və mövqeyi tarixdə qalır. Tarixdə qalır. Qəlblərdə yaşayır.
Görürsən Həmzə əsrlər keçib hələ də qəlblərdə yaşayır. İmam Hüseyn əleyhissalam əsrlər keçib yenə də nədir qəlblərdə yaşayır. Əmir əl-Mömin əleyhissalam şəhid olub, şəhid-i Mehrabda ki, bu günlər əleyhissalamın şəhid olduğu gündür. Mehrabda şəhid olduğu gündür. Allah Əmir əl-Mömin əleyhissalamın qatillərinə lənət eləsin. Allah o böyük şəxsiyyətin, Əmir əl-Mömin əleyhissalamın şəfaətini bizim hamımıza nəsib eləsin. Əmir əl-Mömin əleyhissalam. Ona görə Seyyid-i Şəhəda kimi yad edilir. Seyyidlərin, şəhidlərin ağası. Həmzə Peyğəmbərin əmisi. Həm də ali, uca, şücaətli və ədalətli sahabelərdən idi. Onun haqqında müəyyən qədər danışdıq, kimlər olub, nə işləri görüb, harda gəlib dayanıb, hansı müharibədə olub, necə iştirak edib, necə kömək edib bu çətinliklərin içərisində Peyğəmbərə. Bax, belə sahabələr bizim başımızın tacıdır. Bəli, belə sahabələrin həyatını oxumaq bizim ruhiyyəmizə böyük bir təsirləri var. Allah şəhidlərimizi Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalamla məşhur eləsin. İlahi Pərverdigara sənə and verirəm, izzətivə, cəlalıva, kərəmivə, kəramətivə. Ya Allah, İmam Zaman ağını salamət elə. Ağanın, Nazənin qəlbini bizlərdən xoşnud elə. Ağanın zuhurunu tərcil elə. İlahi Pərverdigara ömrümüzə, dinimizə, ibadətimizə, itaətimizə, azacıq olan bu xidmətlərimizə bərəkət inayət elə. İlahi Pərverdigara bir an belə olsa bizi öz başımıza buraxma. Bizi Əhl-i Beytin qapısından kənarlaşdırma. Bizi Qur'anla, Əhl-i Beytlə məşhur elə. İlahi Pərverdigara bizi izləyən əzlərin qəlblərinə nə hazətləri var, hazətlərini rəva elə. Günahları varsa günahların üstündən qələmi əfv çək. İlahi Pərverdigara. Xəstələri varsa evdə, xəstəxanalarda fərqi yoxdur. Ya Rəbbəl aləmin xəstələrinə şəfaya acil inayət elə. İlahi Pərverdigara əskərlərimizi yerin göyün bəlalarından hifz elə. Tezliklə sağ və salamat öz ailələrinə qaytar. Ev istəyənlərə ev nəsib elə. İlahi evlənmək istəyənlərə gözəl ailə nəsib elə. Evlad istəyənlərə sağlam və salih evladlar nəsib elə. Peyğəmbər və Əhl-i Beytinə salam. Allahümme salli ala Muhammed və ali Muhammed və